Çox sağ olun sualınıza görə. İlkin olaraq biz gələk qayıdaq ki 30 aprel tarixinə cari ildə bağlanmış saziş ikitərəfli Amerika Birləşmiş Ştatları və Ukrayna ilə arasında, hansı ki bu artıq siz bildirdiniz Elçin müəllim, təbii resurslarla bağlı, hansı ki neft, qaz, titan, litium və digər resurslardan söhbət gedir, filizdən söhbət gedir. Hansına ki dünyada deyək ki titan üzrə 10-luqdadır Ukrayna, filiz üzrə 4-cü yerdə dünyada gedir də. Bu resursların istifadəsində Amerika Birləşmiş Ştatları tam şəkildə sazişə əl çəkdi və ondan sonra da dediyimiz ki, bütün resurslara rahat şəkildə təhlükəsizlik təmin edəndən sonra istifadəsinə açıqdır. Və həmin müqavilələrə yeri gəlmişkən başqa ikinci ölkə daxil ola bilməyəcək. Ukrayna öz üstü üzərinə o həmin Jus Cogens dediyimiz imperativ normaya əsasən öhdəlikləri götürdü. Və o öhdəliklərə əsasən təhlükəsi təmin ediləndən sonra həmin resurslar avtomatik şəkildə Amerika Birləşmiş Ştatlarının, Zelenski getdi, Trump getdi, Amerika Birləşmiş Ştatlar uzun illər ərzində istifadəsinə açıq olacaq. Bu birinci məsələ, iqtisadi məsələ. İkinci məsələ, oktyabr ayının sonlarında Steve Witkinson həmin Kirill Dmitrievlə, Rusiyanın səfiri ilə görüşü o keçirilmişdir və səfir ilə görüş çərçivəsində o prinsiplərin əksəriyyəti müzakirə edilmişdir. Təəssüf olsun ki, biz burada yalnız üst cərgə prinsiplərdən söhbət gedir, ancaq 23-cü ildə, 24-cü ildə Vladimir Putin tərəfindən, Rusiyanın prezidenti tərəfindən irəli sürmüşü tələblər, prinsiplər demək istəməzdim. Tələblər çərçivəsində həmin prinsiplərdə 28-in içində əks etdirilibdir. Həmin ərazi məsələsi də Zaporojye, Xerson, Xarkov, digər ərazilərdə qeyd edilibdir. Əsasən 5 region, Krım orada yoxdur. Krım artıq başa düşülür ki, yəni Krımın getməsi ilə razılaşıblar. Müzakirəyə getmir, artıq digər regionlardan söhbət gedir və bunun çərçivəsində də təəssüf olsun ki, Ukrayna özü razılaşıb bu prinsiplərə və hal-hazırda artıq Elçin müəllim dediyi kimi o proseslə uyğunlaşma gedir. Hal-hazırda Ukrayna öz resurslarının beynəlxalq müqavilə standartlara əsasən, hansı ki beynəlxalq xüsusi hüquqlar, beynəlxalq publik hüquqlar çərçivəsi tənzimlənir, öz əksinə artıq bağlayıbdır və artıq növbəti müqavilə dediyimiz kimi razılaşma mexanizmi aparılır. Və burada da başa düşülür ki, Ukrayna nəyə razı olacaq, nəyə razı olmayacaq. Arxa plana gedəcək yoxsa yox, Zelenski dəyişəcək yoxsa yox. Hal-hazırda Ukrayna dediyimiz kimi hökumətinin qabağında çox böyük məsuliyyət durubdur. Və burada da ərazinin itirilməsi ilə bağlı razılaşmaya getmək və ya getməmək. Burada da Rusiya Federasiyasının dediyimiz kimi əvvəlki 5 əsas prinsipdən biri də qeyd edilmişdir ki, burada sülh müqaviləsi bağlanırsa bir dəfəlik bağlanır. Artıq burada müzakirə və ya deyək ki, müvəqqəti sülh, digər hal-hazırda... Rusiya bunun tərəfdarıdır. Bəli, bir dəfəlik bağlanılmalıdır və burada razılaşma gəlməlidir. Onun çərçivəsində o ərazilər də məsələsinin müzakirənin çərçivəsində də əsas prinsiplərin daxilindədir. Başqa prinsipə Rusiya Federasiyası getmir, başqa müzakirəyə daxil olmur. Və bununla da bağlı Amerika Birləşmiş Ştatları nəinki Alaskada da həm digər görüşlərdə razılaşmalar gəlibdir. İndi isə gəlin belə danışaq ki, həmin görür ki, iqtisadi məsələlər, dedik, təbii ehtiyatlarla bağlı razılaşma var. Siyasi tərəfdən təhlükəsizliyi ilə bağlı şərqi və qərbi Ukrayna ilə bağlı razılaşma var Rusiya arasında və Amerika Birləşmiş Ştatları arasında. Fransanın keçən həftəki, bu günlərdəki görüşün Ukrayna ilə sadəcə bir cəhddir ki, silahlı münaqişələrə təsir eləsin. Ancaq mən bir məqamı yada salmaq istəyirəm ki, Rusiya Federasiyasının deyək ki, bugünkü hərbi büdcəsinə baxsaq 135-145 milyard dollar arasındadırsa, Ukraynanın 25-ci il büdcəsi 7 milyarddırsa, ancaq ki, əlavə xarici ölkələrin dəstəyi də 125 milyarda çatdırılıbdır. Bu tarazlıq niyə yaradılır? Bu proses niyə edilir? Və hansı ölkələr maraqlıdır ki, bugünkü bu müharibə davam eləsin? Hansı ölkələrə deyək ki, maraq var ki, sülh bağlansın? Mən burada bir dənə də tərəzini qoyardım qırağa ki, ixracçı və ixrac edən neftin və neft resursların, qaz resurslarının ixracçılardan söhbət gedir və onları da biz nəzərə almalıyıq ki, bugünkü Rusiyadan və Ukraynadan həmin resursları alan ölkələrdə siyaha gətirmək olar.